Salam, hörmətli həmkarlar. Deməli, evdə təhsil, fərdi təhsil, inklüziv təhsil, yəni belə deyim də, diaqnozu olan şagirdlər, hansı ki, onlar tədrisə cəlb ediliblər, onların hər biri üçün ayrı-ayrılıqda fərdi tədris planı tərtib olunmalıdır. Bu fərdi tədris planı haqqında təlimatın, deməli mən bu təlimatı açım. Burada 23-cü səhifə var. Həmin bu 23-cü səhifədə bunun nümunəsi verilib. Deməli, bu ibtidai sinif üçündür. Şagirdin adı, soyadı, sinfi, doğum tarixi, onun diaqnozu, istifadə olunan dəstək, məsələn, hansısa bir, belə deyim də, protez, əl ağacı və s. istifadə edirsə, hansısa bir allergiyası varsa, dərmanı varsa və s. bura yazılır. FTP, yəni fərdi tədris planının başlama tarixi, yəni dərs nə vaxt başlayıbsa onda tətbiq olunur. Bitmə tarixində bitmə tarixini yazırıq. Anasının adı, soyadı, telefonu, ünvanı yazılır. Burada sonra ikinci səhifədə belə bir məsələ var. Şagirdin ümumi bilik və bacarıqlarının səviyyəsi. Güclü tərəflərə, yəni həmin şagirdin güclü tərəfi nədirsə o yazılır. Çətinlikləri nədirsə o yazılır. Və hər bir fənn üçün, məsələn, deyək ki, bu 9-cu sinifdədir. 9-cu sinifdə 14 fəndən tədrisə cəlb olunub. Həmin o 14 fənnin hər biri üçün belə bir vərəq tərtib olunur. Məsələn, Azərbaycan dili, bilik və bacarıqları, yəni güclü tərəfi nədir Azərbaycan dilindən, bunun uzun müddətli məqsədi nədir, yəni hansı məqsəd qoyursunuz qarşınıza ki, bu uzaq perspektivdə nəyi bacaracaq? Qısa müddətli məqsəd nədir? Yəni bu uzun müddətə çatmaq üçün qısa müddəti yazmaq lazımdır. Sonra hansı metodlardan istifadə eləyəsiniz? Bura onu yazırsınız. İstifadə olunacaq vəsait. Bunu yazırsınız bura. Bir də məsul şəxslər kimlərdir? Hər bir fənn üçün belə bir vərəq tərtib olunmalıdır. Riyaziyyat eyni zamanda, məsələn, həyat bilgisi, informatika üçün, təsvir incəsənət üçün, musiqi üçün, texnologiya və s. və s. Bunu tərtib edəndən sonra növbəti, deməli, orada qiymətləndirmə səhifəsi var, ayrıca bir vərəqdir. Məsələn, bunu necə qiymətləndirmək olur? Azərbaycan dili, məsələn, qısa müddətli məqsədlərə nail olunduğunu təsdiqləyən göstəricilər. Hərflərdən hecalar yaradır, sözləri oxuyur, hərf elementlərini yazır, qısa sözlər yazır və s. Yəni bunu qısa müddətdə, yəni qısa müddətli məqsəd var idi. Burada biz yazmışdıq Azərbaycan dilində. Məsələn, sözləri oxuyur, hərflərdən hecalar yaradır və s. Onu burada qiymətləndirmək lazımdır sözlərlə. Yəni bir növ formativ qiymətləndirmək kimi. Əgər summativ qiymətləndirmək keçirmisinizsə, onu da balla bura yazırsınız. Sonra burada korreksiya edici iş. Korreksiya edici iş, məsələn, elə buradakını da yazmaq olar. Və yaxud hansısa bir fiziki göstəricisi, belə deyim də, zəifdirsə, fiziki reabilitasiyaya ehtiyacı varsa, nə bilim, fiziki xidmət yazmaq olar, fiziki reabilitasiya yazmaq olar. Əgər nitq qüsuru varsa, loqopedik iş yazmaq olar. Yəni bu belə doldurulur. FTP-ni hazırlayan heyət. Yəni birbaşa fərdi tədris planına cavabdeh şəxs direktor müavinidir. Yəni birinci direktor müavini, sonra şagirdin valideyni, sinif rəhbəri, müəllim, loqoped. Loqoped yoxdursa, sadəcə hansısa Azərbaycan dili müəllimi, dərs deyən müəllimi yazmaq olar. Məktəb psixoloqu, informatika müəllimi, xarici dil müəllimi. Yəni bu heyət bura yazılır, onlar bunu imzalayırlar və direktor da bunu aşağıdan təsdiq eləyir. Və bu fərdi tədris planı hər bir şagird üçün ayrıca olmalıdır. Yəni belə deyək ki, 5 nəfər 5-ci sinifdə evdə təhsilə cəlb olunubsa, o 5 nəfər üçün ayrı-ayrılıqda bu tərtib olunmalıdır. Və burada tərtib elədiyiniz bütün cümlələr, bütün hər bir məsələ barəsində müəllimlərin, şagirdin özünün, valideynin xəbəri olmalıdır. Çünki bu onlarla birgə tərtib olunan bir məsələdir. Yəni onlarla birgə tərtib olunur. Və axırda da direktor bunu təsdiqləyir. Bu qədər. Yəni bu tərtib olunma üçün burada nümunə var. Mən indi bunu ümumi qrupa göndərəcəm. Və boş olaraq burada deməli
58-ci səhifədə bunun boş hissəsi var. Fərdi tədris planı 1-4-cü siniflər üçün bu belədir. Bir də 5-11-ci siniflər üçün ayrı-ayrılıqdadır. Yəni kimin məktəbində hansı siniflərə uyğundursa bu nümunədən də istifadə edib fərdi tədris planını hazırlaya bilər. Bu qədər.